Dostlar, baxın, bazarın maxinasiyasına baxın. Baxın, bu lab bu dəqiqə 19 dollardır qiyməti. Və mən 19.50-yə order qoymuşdum ki, oradan short açacağam. Və orderimi ləğv elədim. Niyə görə? Çünki funding görürsünüzmü? Baxın burada. Funding 2.50-dir və 12 dəqiqə qalıb. 12 dəqiqədən sonra. Bu funding 2.50 olmağı o deməkdir ki, mən əgər short atsam, heç olmasa bir 2000 dollarlıq short atsam, hər 4 saatdan bir, yəni indi atsam 12 dəqiqədən sonra məndən 50 dollar çıxacaq. Sonra 4 saatdan bir yenə 50 dollar çıxacaq. Əgər bu funding beləcə qalsa, baxın, bazarın maxinasiyası budur. Deməli, bunlar necə eləyirlər? Yəni, heç bir başdan xarab, heç bir axmaq bu coin'a long girməz həyatı boyu. Amma coin dayanmadan qalxır. Niyə görə qalxır? Yəni, elə bir yaxşı da coin deyil, yəni keyfiyyətli də coin deyil, deyəsən ki, fırıldayıb qalxır. Yox, bunu spotda özləri şəxsən qaldırırlar. Yəni, necə qaldırırlar? Spotda onsuz da bu qiymətdən heç kim long girməz, düzdürmü? Ancaq özləri long girirlər. İri summalarla özləri long girirlər, spot qalxır. Yəni, bu funding minus 2.50 ona görə olur ki, spotdakı qiymət futuresdən bahadır. Və birja avtomatik olaraq belə eləyir ki, sən də long açasan, futuresdə də long açasan və qiymət spotdakı qiymətə çatsın. Və ən vacib məsələlərdən biri minus 2.50 o deməkdir ki, short açmayın. Yəni sənə bu dəqiqə mən short girmək istəyirəm və bilirəm ki, bu coin'i dibə vuracaqlar, amma girə bilmirəm. Niyə görə girə bilmirəm? Bu funding minus 2.50 mənə mane olur. Çünki əgər mən girsəm, bilmirəm bu funding nə qədər müddətə belə qalacaq. Yəni, bunu nə vaxt divə vuracaqlar. Və 2.50-dən bir 1000 dollar girsən, hər 4 saatdan bir 25 dollar, deməli 6 saata mənim 150 dollarım gedəcək. Yəni, 6 dəfəyə, 6 saata yox, 6 dəfə. Bir sutkiyə mənim 150 dollarım gedəcək. 2000 dollar girsən, bir sutkiyə 300 dollar. Və mən buradan 300 dollar, 500 dollar qazanacam ya yox, o sual altındadır. Və fundingi uzun şəkildə tuta bilərlər. Və baxın, görürsünüz, elə eləyirlər ki, coin düşmür. Niyə görə? Short açanlar hamı 4 saatdan bir faiz ödəməlidir. Artıq yerdə nə qalır? Ancaq longçular qalır. Və ona görə də futures qiyməti qalxır. Və spotda onlar o tərəfdə özləri alıblar. Onlardan başqa heç kim alan yoxdur. İstədikləri vaxt həmin coinləri satıb öz pullarını geri götürəcəklər. Amma burada bunun nə vaxt düşəcəyini bunlar özləri bilir. Biz bilmirik. Yəni mən bilirəm ki, bu maksimum 24-25 ondan o yana keçməyəsidir. Və 1x-lə alanda mən 38-40 dollarda yanıram. Bir tərəfdən də funding mənə mane olur. Ona görə yəni görürsüz, hər tərəfli mane olurlar ki, yəni biz qazana bilməyək, insanlar qazana bilməsin. Ona görə mən gözləyirəm, indi bu 9 dəqiqədən sonra əgər bu funding aşağı düşsə, 2.50-dən heç olmasa bir balaca aşağı düşsə, məsəl üçün 0.50 olsun, 0.20 olsun və mən short açacağam. Və ona görə ilişib qalmışam, short aça bilməm. Ona görə bu fundingə həmişə fikir verin. Bu fundingi, coin'i dağın başına qaldıran bu fundingdir. Yəni özləri avtomatik olaraq fundingi minus eləyirlər ki, coin qalxsın, plus eləyirlər ki, coin düşsün. Yəni başa düşürsünüzmü nə deməkdir? Adicə kiçik bir coin'ə, heç bir büdcəsində 1 milyon, 2 milyon olan bir büdcəsi olan bir coin'ə birinci özləri spotda alırlar. Spotda qalxan kimi, yəni bu sistemi funding rate birja özü eləmir. Onu avtomatik sistem tənzim eləyir. Və avtomatik sistem burada göstərir fundingi minus 2.50. Və salam, insanlar da pul qazanmaq üçün hər 4 saatdan bir, bəzilərində hətta 1 saatdan bir olur. Pul qazanmaq üçün nə edirlər? Yəni mənim orderim açılmışdı bu dəqiqə, 19.50-yə qoymuşdum, artıq 19.64. Buradan mən short açmaq istəyirdim. Yəni sözüm nədir? İstədikləri vaxt coin'i fundingin köməkliyi ilə qaldırırlar. Əgər bu fundingin minus 2, minus 2.50 olduğunu siz vaxtında tapa bilsəz, qalxmamış bir coin tapa bilsəz və artıq onda qazanacaqsınız. Baxın, məndə yəni burada indi funding məsəl üçün var, botdur da. Lab Binance-da minus 2-dir, Bybit-də.
Baxaq, Bybitdə minus 2.50-dir, gördüyünüz kimi. OKX-də nədir? OKX-də də elədir. MXC-də minus 2-dir. Yəni, hansı coinin fundingi minus 2-dən yuxarıdırsa və yaxud biraz 0.50, 0.60, 0.70 və siz o coini qalxmamış şəkildə tapmısınızsa həftəlikdə, deməli bu coin uçacaq. Yəni, bu fundinqə fikir verin. Və yaxud coin yuxarıdadırsa, plus həddindən artıq yuxarıdadırsa və fundingi plusdursa, deməli o coin düşəcək. Yəni funding nə deməkdir? Funding o deməkdir ki, birja mane olur. Funding minus olanda shortçulara mane olur, short açmağa icazə vermir və coin süni şəkildə qaldırılır. Funding plus olanda da artıq longçulara mane olur. Deyir ki, long açmayın. Long açsaz mən sizi cəzalandıracağam. Hər bir saatdan bir 2%, 3%, hər 4 saatdan bir 2%, 3%. Başa düşdünüzmü? Yəni bu funding hər zaman işləyir. Bu fundingi izləyin. Əgər funding yüksəkdirsə bu coin qalxacaq. Əgər qalxmayıbsa, yəni olur ki, bax bu dəqiqə bu minus 2.50-dir. Heç kim short girə bilmir. Bir də gördünüz birdən plusa keçəcək. Çünki spotda avtomatik onlar satırlar spotda. Satan kimi spotun qiyməti futures qiymətindən aşağı düşür və aşağı düşən kimi burada da fundingi artıq plus göstərir ki, ay millət, long açmayın, bu futures qiyməti spot qiymətindən bahadır, artıq qiyməti aşağı salmaq lazımdır. Yəni, hər şey süni şəkildədir. Hər şey süni yoldadır. Ona görə bu fundingi, yəni videonun altına botu qoyacam mən, oradan fundinglərə baxa bilərsiniz. 9 birjada fundingi göstərir, Binance, Bybit, OKX. Yəni, onlara fikir verin. Əgər fundingi minus və həftəlikdə, gündəlikdə dibdədirsə, o coin uçacaq yuxarı. Əgər funding plus və həftəlikdə, gündəlikdə yuxarıdadırsa, o coin düşəcək. Bu şey və mənim ikinci istifadə elədiyim taktikalardan biri də budur. Yəni, funding coinu 0 dollardan 20 dollara qaldıra biləcək bir gücdədir və yeganə üsul mən belə başa düşürəm ki, ancaq bunu istifadə edib qaldırırlar və bu fundingin nə olduğunu başa düşün. Funding süni şəkildə qiymətin qaldırılmağıdır. Özləri süni şəkildə bu yolla eləyirlər, nəzərinizdə saxlayın və hər zaman short açanda baxın, mənim 19.50-də limit orderim var idi, artıq mən onu ləğv elədim, gördüm ki, funding minus 2.50-dir, girmədim. Baxın belə, bu şeyləri nəzərinizdə saxlayın. İstədim fürsət düşmüşkən sizə bu barədə məlumat verim. Funding çox vacib bir şeydir dostlar. Həm qiymətin qalxmağında, həm də düşməyində. Baxın belə. Axırda bir şey də göstərmək istəyirəm. Artıq funding qurtardı. Funding qurtardı 4 saatlıq. Artıq elədi mənfi 1.29, amma 1 saatdan bir. Bu təsəvvür eləyin ki, bu 4 saatlıqdan da betər bir şeydir. Yəni artıq hər bir saatdan bir 1000 dollara sizin 12-13 dollarınız çıxacaq. Artıq düşür, 18-35-ə düşdü. Paşti qiymət 20 idi. Yəni qiymət aşağı düşür və sizə short açmağa icazə vermirlər. Yəni bilirsiniz bu nə deməkdir? Artıq hər bir saatdan bir 12-13 dollar çıxacaqlar. Bu da eləyir daha çox. Əvvəlkinə nisbətən minus 2.50-dən də bu çox deməkdir. Və baxın, və qiymət düşür aşağı və düşəcək də. Düşəcək də. Sadəcə olaraq girməyə imkan vermirlər. Baxın, funding bu deməkdir.